Azərbaycanda insan alverində təqsirləndirilən adları tam olaraq açıqlanmayan 28 və 27 yaşlı iki qadın həbs edilib. Daxili İşlər Nazirliyindən Stop Narkotikaza bildirilib ki, Qadınlar Nazirliyin İnsan alverinə qarşı mübarizə baş idarəsi tərəfindən həyata keçirilən tədbirlərlə saxlanılıb. Onlardan biri ölkə vətəndaşı olan qadınları cinsi istismara məruz qoymaqla insan alveri cinayəti törətməkdə ittiham olunur. O, həmin qadınları işə düzəltmək adı ilə aldadaraq Türkiyə Respublikasına aparıb. Daha sonra zərər çəkmiş şəxslər hədə-qorxu və məcbur etmə yolu ilə nəzarətdə saxlanılıb. Onların ümumvətəndaş pasportları götürülərək pul müqabilində cinsi istismara məruz qoyulublar. İnsan alveri cinayətində təqsirləndirilən digər qadın isə şəxsiyyəti istintaqla araşdırılan xarici ölkə vətəndaşları ilə cinayət əlaqəsinə girərək qadınları pul müqabilində Telegram səhifəsi və müxtəlif saytlar vasitəsilə fahişəliyə cəlb edib. Zərər çəkənlər bu platformadan çıxmaq istədikdə, o həmin qadınları barələrində rüsvayedici fotoşəkil və məlumat yaymaqla hədələyərək cinsi istismara məruz qoyub. Araşdırmalarla onun cinayət yolu ilə əldə etdiyi pul vəsaitinin bir qismini kriptovalyuta formasında xarici ölkələrin birində olan transmilli cinayətkar qrupun digər üzvlərinə göndərdiyi müəyyən edilib. Toplanmış sübutlar əsasında başlanmış cinayət işləri üzrə hər iki qadın təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib və barələrində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.